Hamınızı salamlayıram. Bugün mələklər nədir? Mələklər nədən yaradılıb? Quranda bu barədə nələr xəbər verilir və nələri düz başa düşmüşük, nələri səhv başa düşmüşük? Bunlardan danışacağım inşallah. Demək 15-ci surənin 26-cı ayəsində qovulmuş şeytanın Allah'sından Allah belə buyurur. Biz insanı başqa şəkilə düşmüş qara palçıqdan, səs çıxaran quru gildən yaratdıq. Yəni torpaqdan yaratdıq insanı. 27-sində canı oddan yaratdıq. İblisi öncə qızmar alovdan yaratmışdıq. Ayədə belə tərcümə edir. Orijinalında isə canı nardan yaratdıq. Sonra bir zaman Rəbbim mələklərə demişdi. Sonra keçir mələklərə Rəbbim belə demişdi. Mən başqa şəklə düşmüş qara palçıqdan səs çıxaran quru gildən insan yaradacağam. Mən ona biçim verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin. Beləliklə mələklərin hamısı səcdə etdi. Yalnız iblisdən başqa o səcdə edənlər arasında olmaqdan imtina etdi. Yəni burada bir Adəm qissəsi danışılır. Allah. Bax burada iki varlığın yaradılmağından danışır. 26-sında insanın torpaqdan yaradılan insandan danışır. 27-sində ateşdən yaradılan candan danışır. Biz nə hesab başa düşmüşük? Biz canın cin olduğunu düşünmüşük. Ənənəvi dində bu yöndə öyrədib. Xalq düşüncəsində də bu olub ki, cinlər ateşdən yaradılıb. Əslində oddan, yəni nardan yaradılan can cin deyildir. O mələkdir. Mələklərdir və yaxud da. Yəni necə torpaqdan yaradılana insan deyilirsə, insan ümumi bir isimdirsə, adamları bildirir, torpaqdan yaradılanları bildirən ümumi bir isimdirsə, can da, oddan yaradılan canda mələklərin, belə deyək, mənşəyini bildirən ümumi bir isimdir. Yəni can, cindir. Səhv başa düşdüyümüzün biri budur. Səhv başa düşdüyümüz növbəti ayə, belə deyək, Kəhf surəsindədir. Kəhf surəsinin 50-ci ayəsidir. Qovulmuş şeytandan Allaha sığınan. Bir zaman biz mələklərə Adəmə səcdə edin dedik, demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. İblis cinlərdən idi. Bax, bu iblis cinlərdən idinə əslində iblis cinlərdən oldu. Əslində iblis cinlərdən oldu. İblis cinlərdəndir, başqa bir məna düşün. Yəni iblis cindir, amma mələklərin arasındadır. Amma bir də var, iblis mələkdir, cinlərdən oldu. Cin nə deməkdir? Cin sözünün də Quran özü işlədir. Məsələn, gecənin örtüyünə də cin deyir. Hansı ki, İbrahimi gecənin örtüyü örtür, yəni onu gizlədir. Quran buna cin deyir. Yəni bunu necə başa düşəcək? Kimliyi bilinməyən, kimliyi, şəxsiyyəti tanınmayan, şəxsiyyəti gizli, kimliyi gizli olmaq olaraq başa düşəcək. Quran-ı Kərim iki varlıqdan danışır, mələklərdən, cinlərdən. Yəni Allah iki cür varlıq yaradıb, mələklər, cinlər. Bizdən öncə Allah canı yaradıb, yəni nurdan canı yaratmışdır. Candan sonra insanı torpaqdan yaratmışdır. Nur, yəni ateşdən, ateşin bir mənası da, odun bir mənası da nardır. O narın bir mənası parlaqdır, ateşdir, nurdur. Nardan da canı yaratmışdı əvvəl. Nardan yaradılan can kimdir? Mələklərdir. Yəni iki cür varlıq var. Mələklər və insanlar. Baxın, ayədə məsəl üçün deyir ki, məsələn, canı da ateşdən yaratdıq, oddan yaratdıq. Sonra keçir, bir zaman Rəbbim mələklərə belə demişdi. Demək ki, yuxarıda insanın yaradılışından danışır. Sonra iki yaradılanların arasında baş verəcək
hadisələrdən danışır ki, bunların biri də mələklərdir. Əgər Allah desəydi ki, insanı torpaqdan yaratdıq, ondan əvvəl də canı oddan yaratdıq, sonra biz cinlərə dedik, Adəmə səcdə edin, İblis adlanan cindən başqamız səcdə etdi kimi ifadələr işlənsəydi, canı biz cin olaraq başa düşə bilərdik ki, burada cindən söhbət gedir. Amma insan və canın yaradılışından sonra mələklər və Adəm arasındakı hadisələrdən danışmağı bizə ona əsas verir ki, mələklər oddan yaradılmış canın özüdür. Bunlardan da biri iblistir. Bəqərə surəsindəki pasaja baxsanız 30-cu ayədən 39-a qədər mələklərin iradəsiz olduğunu deyirlər. Əslində orada mələklər Adəmin xəlifə təyin edilməsinə qarşı çıxırlar. Əgər bir varlıq sən yer üzündə qan tökəcək, fəsad çıxardacaq bir kəsi xəlifə mi edirsən deyirsə, bu həmin varlığın ağıllı, şuurlu, iradəli bir varlıq olduğunu bildirir. Və eyni zamanda iblisin Adəmə səcdə etməməyi, yerdə qalan mələklərin isə Allahın əmrinə qarşı, ilk öncə Allahın əmrinə qarşı çıxsalar da, sonradan Allahın əmrinə tabi olması, mələklərin iradə sahibi olması deməkdir. Amma iblis burada Allahın əmrinə qarşı baş qaldırır və bu axıra kimi davam edir. İblisin cinlərdən olması da o mənadadır ki, yəni iblisin şəxsiyyəti, kimliyi gizli oldu, örtülü oldu. Cin deyilən müstəqil, üçüncü bir varlıq yoxdur. Bunun dəlillərindən biri də Hac surəsində 75-ci ayədir ki, Rəbbimiz orada buyurur, Allah mələklərdən elçilər seçir, insanlardan da. Həqiqətən Allah eşidəndir, görəndir. Əgər insandan, mələkdən başqa üçüncü bir varlıq olsaydı, Allah deyər ki, məsələn, Allah mələklərdən, insanlardan, cinlərdən rəsul seçir. Çünki biz görürük ki, rəsullar müjdə verən, xəbərdar edən olaraq həm mələklərdəndir, həm də insanlardandır. Demək ki, cinlər deyilən bir üçüncü bir varlıq olsaydı, onlardan da olmalıydı məntiqən. Burada isə iki varlıqdan rəsul seçdiyini Allah deyir. Bu da Allahın iki cür varlıq yaratdığını, yəni Qurana əsasən iki cür varlıq yaratdığını başa düşməyə əsas verir. Mələklərdir, insanlardır. Mələklər oddan yaradılmış, bizdən öncə oddan yaradılmış varlıqdır. Biz isə torpaqdan, o mələklərdən sonra torpaqdan yaradılmış varlığıq. Adəm isə, yəni torpaqdan yaradılmış Adəm isə ilk ümmətə onların içərisindən seçilən rəsul, nəbi olaraq təyin edilmiş, Allahın təyin etdiyi xəlifədir. İblis isə mələklərdən Allahın əmrinə baş qaldıran, Allahın ayətinə qəzəb eləyən, yəni Allahın ayətinə qəzəb edib kafir olan, kafir olmasının ardından xəlifə təyin edilən Adəmə qarşı azdırıcı fəaliyyət eləyən mələkdir. Adı iblis olan. Və bu mələk Adəmi cənnətdən çıxarmaq üçün fəaliyyət elədiyinə görə, onu azdırmağa çalışdığına görə artıq şeytan sifətini qazanmışdır. Şeytan da yenə müstəqil bir varlıqdır. Şeytan da burada məsəl üçün mələklərdən olan iblis Adəmi azdırma fəaliyyəti elədiyi üçün demək şeytanı sifət olaraq qazanmışdır. Eləcə də insanlardan da digər insanları azdırma fəaliyyəti eləyən insanlar da şeytan sifəti qazanmış olur. Bu da həmin insanlardan olan şeytan. Eyni zamanda kimliyi bilinməyən, örtülü olan, yəni cin olan insanlardan da azdırma fəaliyyəti eləyən şəxslər də yenə şeytan sifətini qazanmış olur və onlar da cindən, yəni kimliyi bilinməyənlərdən olan şeytanlar olur. Belə toparlasaq, iki cür varlıq var, mələklər var, oddan yaradılmışdı. Can bu mələklərin ümumi mənşəyini bildirən isimdir. İkinci varlıq isə torpaqdan yaradılmış insanlardır, yəni bizlərik. Doğrusu yenə Allah bilir, biz Quranın
Qurana uyğun başa düşməyə çalışırıq. Allaha əmanət olun.